بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Ev kasayyibin mines semai fihi zulumatun ve ra'dun ve berq yec'alun asabi'ahum fi adanihim mines sevaiki hazarel mevt vallahu muhitun bil kafirin. Sadaqallahul aliyyul azim. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Bəhsimiz Məcmu Əl-Bəyan təfsiri əsasında Bəqərə surəsinin 19-cu ayəsindədir. Allah Teala bu ayənin zahiri mənasında belə buyurur. Ya onların məsəli bir yağış kimidir ki, minəs-səmai göydən nazil olur, fihi zulumatun. Bu yağışda zülmətlər var. Və ra'dun şimşək var. Və bərqun şimşək, rədun səs var, qorxulu səs var və bərqun şimşək var. Yec'aluna əsabi'an fi azanihim. Bunlar öz barmaqlarını qulaqlarına qərar verirlər. Minəs-səvaik. Həqiqətdə o şiddətli səsin qorxusundan həzərəl muvt. Qorxurlar ki, bu şiddətli şimşək bunların ölümünə səbəb olsun. Vallahu muhitun bil kafirin. Allah Taala kafirlərə əhatəsi vardır. Bu ayədə bir neçə kəlmə var ki, onlara izah edəm. Birinci kəlmə səyyib kəlməsidir. Səyyib kəlməsi yağışa deyirlər. Mətər də deyirlər, səyyib də deyirlər. Bir cəhətdən fərqləri vardır, amma eyni mənayadır. İkinci kəlmə səma kəlməsidir ki, o da demək olar ki, məlumdur. Kullu ma alaka və əzəlləkə fəhuvə səma. Hər o şey ki, səndən yuxarıdadır və sənə kölgə salır, ona lüğətdə səma deyirlər. Bizim bildiyimiz həmin asiman, göy deməkdir. Səvaik kəlməsi saiqə kəlməsinin cəm formasıdır. O da deyirlər ki, vəhiyyəl vəq'uş şədid minəs-səhab. Deyir ki, saiqə o güclü səsdir ki, buludlardan ələ gəlir. Əlbəttə, buludların bir-birinə toxunması sayəsində o güclü səs ki eşidilir, şimşək çaxan vaxtı ərəb dilində o güclü və qorxulu səsə saiqə deyirlər. Bu ayədə keçən bir-iki kəlmənin mənası. Əlbəttə, başqa kəlmələr də vardı. Demək olar ki, onların mənasını biz nəzərinizə çatdırmışıq. Amma bu ayənin mənası nədən ibarətdir? Buyurur ki, Allah Teala bu ayədə münafiqləri digər bir bənzətmə ilə istəyir onları bizə tanıtsın. Belə ki, buyurur ki, məsəli haula'il münafiqin fi cəhlihim və şiddəti təhəyyürihim. Münafiqlərin misalı bu baxımdan ki, onlar öz cahilliklərində qalıblar, öz heyrətlərində şiddətli şəkildə israrlıdırlar, istəmirlər öz cəhillərini, öz təhəyyürlərini iman gətirmək vasitəsilə aradan qaldırsınlar. Bunların məsəli kəsəyyibin. Yağış kimidir. Necə yəni? Ey kəəshabil mətərin minəssəm. O göydən gələn, yağışa giriftar olan, sanki o yaz vaxtında güclü yağış ki gəlir, o yağışda giriftar olana bənzəyirlər. Necə? Fihi, ey fi hazəl mətər əffissəma, yəni elə bir yağış yağır ki, bu yağışın özündə, ya yağış gələn göydə güclü nələr vardı? Zülmətlər var, qaranlıqlar vardı. Zülümatın. Və rədun, rəd də işarə elədim, həqiqətdə o güclü səsdir. Əv kəsəyyibin minəs-səma fihi zulumatun və rədun. Elə bir yağış ki, elə bir yağışlı hava ki, o havada, ya o yağışın özündə zülmətlər var və rədun, güclü səs var və bərqun, şimşək var. Yəc'əlun əsabi'əhum fi azanihim. Onlar öz qorxularından, bu şimşəyin qorxularından barmaqlarını taxırlar nəyə? Qulaqlarına ki, bu səsi, qorxulu səsi eşitməsinlər. Burada rə'd barəsində də bəzi rivayətlərə əsasən gəlib ki, mən istəyirəm bir neçəsinə işarə edəm. Hədislər gəlib ki, innər rə'də sotu mələkin.
o səs ki, buludlar bir-birinə dəyəndə o səs eşidilir. Bəziləri deyirlər ki, o səs soğutu mələkin. Bir mələkin səsidir. Bəzən deyirlər ki, ər-rəd huvə mələk. Ümumiyyətlə, rəd ki, burada o ayədə keçib, o mələkin özüdür. Nəinki onun səsi. Belə nəzəriyyələr də var. Amma bəziləri də deyilir ki, həqiqətdə bu rivayətlər elə bir zamanda deyiblər ki, hətta bizim hədislərə əsasən İmam Səccad əleyhissalamın xüsusi bu barədə mələklər barəsində bir duası da vardı ki, o duada qeyd edilir ki, bəzi mələklər vardı ki, küləkləri əstirən mələklər, yağışları nazil eləyən mələklər. Bu dualar əsasən bu hədislər bizə təəccüblü gəlməsin. Oradakı səs gəlir, düzdür, ola bilər, təbii baxımdan da bir sıra izahları olsun, amma eyni zamanda bu təsirləri onlara verən hamısı Allahdır. Allah Taala da bu mələklərin vasitəsilə. Bu baxımdan deyirlər ki, bu rəd ya mələkin səsinə deyilir, ya elə mələkin özünə deyil. Eyni zamanda bu ki, və huvəl mərviyyü ən əimmətina. Bu məzmunda hədislər bizim imamlarımızdan da nəql olunub. Eyni zamanda bu nəzərdə vardır ki, huvə soğutun. O bir dənə səsdir. O göydə olan buludların bir-birinə dəyməyi nəticəsində bu səs əmələ gəlir. Amma bu məsələ ki, Allah Taala necə bu münafiqləri bənzədir o yağışda, o güclü yağışda giriftar olan şəxslərə, bu barədə neçə dənə izah vardır. Mən birinə işarə edirəm. Buyurur ki, ənnahu şəbəhul mətəril munzəli minəs-səmai bil Qur'an. O göydən nazil olan yağışı Allah Taala Qur'ana bənzədir. Və ma fihi minəz-zulumat, o ki yağış yağanda zülmət olur o qara buludların nəticəsində. O da həqiqətə bənzədilir Qur'anda olan o ibtilalara və imtahanlara. Və ma fihi minər-rəd bima fil Qur'ani minəz-zəd. O rəd ki deyilir, o insanı bir növ hərəkət etməkdən saxlayır, qorxu gətirir insana. Həqiqətdə Qur'anda olan o qadağalara işarədir. Və ma fihi minəl-bərq, bu yağışdakı şimşək olur, qorxulu şimşəklər həqiqətdə işarədir Qur'anda olan bəyana. Və ma fihi minəs-səvaiq, bu ki bu yağışda deyir, saiqələr var, o qorxulu səslər vardı. Qur'anda olan o münafiqlər üçün vəidlər ki var. Bəzən də hətta çətin hökmlər ki vardı, ona bənzədilir. Başqa bənzətmələr də vardı. Məsələn, başqa bir bənzətmədə belədir. Ənnehu məsalun lil-İslam. Bu yağış İslama bir məsəldir. Liənnə fihil həyat. Çünki yağışda həyat olduğu kimi İslamda da mənəvi baxımdan həyat vardı. Və şibhu ma fihi minəz-zulumat, o yağışda olan zülmətlər bənzədilir bima fi islamihim min ibtanil kufr. Çünki münafiqlər öz batinlərində küfürlərini gizlətmişdilər. Bu da mənəvi baxımdan zülmət hesab olunur. Və ma fihi minər-rəd, o ki yağışda bir növ işıqlar, yağış yağanda, şimşək çaxanda biraz işıqlıq olur. Bima fil İslam min fərzil cihad. Bu ki və ma fihi minər-rəd, o ki məsələn rəd var, o qorxululuğu var, səsin o qorxusu. Burada İslamda cihad hökmü var. Cihad hökmü də insanlar üçün bir qorxudur. Və xofil qətil, o cihadda ölmək qorxusu və bima yaxafunəhu min vəidil axirə, cihadı kim tərk eləsə axirətdə cəhənnəmə giriftar olacaq və bu kimi məsələlər. Və ma fihi minəl-bərq, bu ki yağışda deyilir, bu misalda bir işıltı vardı. Bima fi izharil İslam min həqni dimaihim və münakəhətihim və müvarəsətihim. Bunlar İslamı izhar eləmək vasitəsilə istər-istəməz bunların canı amandadır. Eləyə bilərlər müsəlmanların ailə qursunlar və digər məsələlər. Amma bu ki Allah Taala bu ayənin sonunda buyurur ki, Vəllahu muhitum bil kafirin, Allah Taala'nın kafirlərə əhatəsi vardı. Burada 3 ehtimal deyiblər. Yəni ənnehu alimun bihim və ya'lamu sarairahum. Vallahu muhitum bil kafirin, münafiqlər həqiqətdə kafirdirlər. Və Allah Taala'nın kafirlərə əhatəsi var. Yəni Allah Taala elm baxımından onlara əhatəsi var. İnnəllah əhata bi kulli şeyin ilma. Allah Taala elm baxımından bütün varlıqlara əhatəsi var. Fəyələmu sərairəhum, Allah Taala onların batinin bilir. Və yəttəli'u nəbiyyəhu ələ zəmairihim, və Peyğəmbərə də onların qəlblərində gizlətdiklərindən xəbərdar edir. İkinci bir izah budur ki, ənnahu qadirun əleyhim, la yəstəti'unəl xurucə ən qudrəti. Allah Taala onlara
əhatəsi vardır. Yəni Allah Taala'nın onlara qüdrəti vardır. Onlar Allahın qüdrətindən xaric ola bilməzlər. Üçüncü ehtimal da budur ki, yəni ənnahu cami'hum yawmal qiyamah. Bu dünyada zahirdə iman gətirməklə bəzi şeyləri edə bilərlər, amma bilsinlər ki, Allah Taala qiyamət günündə bunları cəm edəcəkdir. Bir mənada budur ki, ənnahu muhlikuhum. Allah Taala kafirləri, münafiqləri həlak edəndir. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. ذلك الكتاب